Bismillahirrahmanirrahim və bihi nəstəin. Salam əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Bu gün Zilhiccə ayının biri, mübarək günlərdən biridir. Bu günləri Hz. Xanım Fatimə Zəhra salamullahi əleyhə ilə Hz. Əli əleyhissalamın izdivac günüdür. Bu münasibətlə bütün müsəlmanları təbrik edirəm. Allah Taala bizləri peyğəmbər və ali peyğəmbər yolunda hər zaman sabit qədəm etsin. Həqiqətən də peyğəmbərimizin yar ənsarı, canı, imanı, ondan sonra ürəyinin parası olan xanım Fatimə Zəhra peyğəmbərin ən istəkli övladlarından biri idi. Həzrət peyğəmbərimiz hər zaman xanım Fatiməyə deyərdi, Ümmü Əbiha, atasının anası. Hər zaman Zəhranı görəndə peyğəmbərimizin qəlbi aramlıq tapardı. Xanım Zəhra üçün də peyğəmbərimiz çox əziz idi. Hər zaman ona qayğı eləyərdi, onu nəvaziş eləyərdi. Bir sözlə peyğəmbərimizin yar ənsarı, gözünün nuru, qəlbinin parası qızı Zəhra hər zaman peyğəmbər üçün əziz olur və onun doğma əmisi oğlu olan, qardaşı olan, canı canından olan Əli əleyhissalam da həmçinin Həzrət peyğəmbər üçün mübarək olur. Və bu gün doğrudan mübarək günlərdən biridir. Həqiqətən Zilhiccə ayının biri nikah günüdür, evlilik günüdür və bu gün iki vilayət günəşi, yəni vilayətlə, imamətlə nübüvvətin birləşdiyi bir gündür. Yəni bu gün gəlin nübüvvət evindən çıxır, imam vilayət imamı, vilayət rəhbəri Həzrət Əli əleyhissalamdan birləşir. Yəni vilayət, imamət, nübüvvətə birləşir. Məhz Həzrət Zəhra salamullahi əleyhanın Həzrət Əli əleyhissalamla evlənməsinə dair hədislərə biz baxdıqda görürük ki, hədislərdə gəlir ki, əgər Əli əleyhissalam olmasaydı, xanım Zəhraya layiqli ər tapılmazdı. Həzrət Zəhra olmasaydı, Həzrət Əliyə layiqli xanım tapılmazdı. Bəli, əziz dostlar, biz tarixa baxdıqda görürük ki, bu hadisə Hicri qəməri ilinin hicrətin 2-3-cü ilində milad 623 və 624-cü ildə baş verib. Yəni hicrətdən sonra baş verib bu evlilik. Peyğəmbərimiz Mədinədə olanda və bu mübarək evlilikdə bilirsiniz ki, Həzrəti xanım Fatimə Zəhra salamullahi əleyhaya elçi düşənlər çox idi. Hətta elçi düşənlərin sayı çox idi. Bunların içərisində şeyxinlər var idi, səhabələr var idi, zadəganlar var idi, varlı imkanlı şəxslər var idi. Onlar hər biri istəyirdilər ki, peyğəmbərlə qohum olsunlar. Amma peyğəmbər bunların heç birinə hə cavabı demirdi. Peyğəmbər ilahi əmrin gəlməsini gözləyirdi. Həqiqətən də peyğəmbər hər zaman deyirdi ki, xanımın evlilik razılığı mənim ixtiyarımda deyil. O Allahın ixtiyarındadır. Allah onu kimə layiq görəcəksə, Allah onu kimə, necə deyərlər, uyğun görəcəksə, qızım Zəhra da həmən şəxslə evlənəcək. Bu nöqteyi nəzərdən hər zaman peyğəmbərə müraciət edəndə peyğəmbər qızının razılığını istəyirdi və onun fikrini istəyirdi. Xanım Zəhra hər dəfə narazı sifətində, belə desək, öz münasibətini bildirirdi və peyğəmbər anlayırdı ki, xanım Zəhranın meyli yoxdur. Bu nöqteyi nəzərdən peyğəmbərimiz hər zaman bəyan edirdi ki, qızımın razılığı, yəni onun evlilik məsələsi Allaha aid olan bir, mən bu barədə bir vəhiy görməmişəm, bir məsələ görməmişəm. Bəli, əziz dostlar, xanım Zəhranın ixtiyarı mənim əlimdə deyil, Allahın əlindədir. Bəli, bu günləri həmən o səhabələrdən olanlar gəldilər, müraciət edildilər peyğəmbərin, necə deyərlər, səhabəsi olan Məaz ibn Cəbələ. Məaz ibn Cəbəldən kömək istədilər və bundan da əlavə Məaz ibn Cəbəl bir şey edə bilməyəndən sonra gəldilər Əli əleyhissalamın yanına. Əli əleyhissalam ənsardan olan bir nəfərin həyətində işləyirdi. Dedilər ki, bəs biz müraciət elədik, peyğəmbər qızı bizə vermədi, zadəganlardan və s. Bəlkə sən istəsən, sənə peyğəmbər qızını verər. Həzrət Əleyhissalam sevincli halda gəldi peyğəmbərin evinə. Peyğəmbərin də evində Ümmü Sələmə olur. Ümmü Sələmə Həzrət peyğəmbərin yoldaşı olur. Qapı döyülür, peyğəmbər deyir qapını aç. Qapı açılır, Həzrət Əleyhissalam gəlir peyğəmbərin yanına, əyləşir və buyurur ki,
Peyğəmbər buyur ya Əli, nə sözün, nə tapşırığın? Deyir, ya Rasulallah, mən bilirsiniz ki, İslamda çox xidmətlər eləmişəm, döyüşlərdə iştirak eləmişəm, mən sənin əmin oğlunam. Belə özün təqdim eləyir. Peyğəmbər buyurur ki, ya Əli, mən bunları bilirəm. Sən bunlardan daha artığına layiqsən, daha sən şərafətlisən. Bunları dedikdən sonra Həzrət Əleyhisselam utandığından mövzunu açmaq istəmir. Qalxıb getmək istəyəndə Peyğəmbər deyir, deyəsən sənin nəsə bir sözün var, demək istəyirsən. Deyir ki, ya Əli, bəli, mən istəyirəm ki, xanım Zəhraya elçi düşüm. Peyğəmbər bunu eşitcəyin sevinir və xanım Zəhraya müraciət edir. Xanım Zəhran sükut edir, sakit olur. Üzündə bir xoş əhval-ruhiyyə yaranır. Peyğəmbər sevinir. Deyir ki, xanım Zəhranın sükutu onun razılığıdır. Bəli, Peyğəmbər buyurur ki, ya Əli, nəyin var Mehdiyə kimi? Əleyhisselam buyurur ki, ya Resulallah, Mehdiyə kimi mənim bir qılıncım, bir zirehim, bir miniyim vardır. Peyğəmbər buyurur ki, qılıncı saxla, döyüşə lazım olar. Miniyini saxla, əkin əkirsən, bel belləyirsən, döyüşlərdə iştirak edirsən, ona lazım olar. Zirehə ehtiyacın yoxdur, zirehi sat. Həzrət Rəsulullah zirehi satır, gətirir, verir Peyğəmbərə və Peyğəmbər sallallahu əleyhi və səlləmin xanım Zəhranın mehriyəsini verir. 400 dirhəm. 400 dirhəmdən həmən şəxslərə Allah Rəsulu ki, o Bilal Həbəşiyə, Əmmar Yasirə pul verir, deyir, gedin xanım Zəhra üçün, necə deyərlər, mehriyə alın, zəhizliyə alın. Onlar bazara üst tuturlar və bazardan xanım Fatimə Zəhranın mehriyəsini alırlar. O mehriyələr nə olur? Köynək, ondan sonra bütün bədəni örtəcək libas, dəsmal, 2 döşək, su qabı, süd qabı, mis qab, bir neçə kuzə, gümüş qolbaq və s. gətirirlər Peyğəmbərə verirlər. Peyğəmbər də onu qızına təqdim edəndə Peyğəmbər həmən o qızın mehriyəsinə baxır, gətirilən cehizliyə baxır və baxa-baxa deyir ki, ilahi qab qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et. Bəli, Peyğəmbərin həyatında ən mühüm addımlarından biri idi. Yəni Həzrət Zəhranı bəy evinə yola salırdı, vilayət evinə yola salırdı, nübüvvət evindən vilayət evinə gəlin gedirdi. Bəli, əziz dostlar, baxın, xanım Fatimə Zəhranın əzəməti çox böyükdür. Bilirsiniz ki, Həzrət Əleyhisselam Peyğəmbərimiz Həzrət Əleyhisselam buyurur ki, ya Ali, sənə bir müjdə verir. Müjdəm budur ki, mənim yanıma 2 mələk daxil oldu. Biri Cəbrail, biri də tanımadığım bir mələk idi. Hansı o mələk özünü mənə təqdim elədi. Dedi ki, mən Allahın ərşin üzərimdə daşıyan mələyəm və sənə xəbər verirəm və buyururam ki, kəbini kəsmə, bunların kəbinini kəsmə. İzin ver, birinci bunların kəbinini Allah kəsəcək göydə. Onların kəbinini Allah kəsəcək və dediyimiz kimi Allah Taala göydə, səmalarda mələklərə müjdə verir, bir minbər qurur, göz aydınlıq verir ki, xanım Zəhranın Həzrət Əlinin kəbinini ilk Allah kəsir. Sonra Peyğəmbərimiz onların kəbinlərini onlar üçün oxuyur. Bəli, əziz dostlar, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrət Əli əleyhissalam gətirir öz mehriyəsini verir. Mehriyə 500 dirhəmdən ibarət olur və Peyğəmbər qızının mehriyəsi 500 dirhəmdən ibarət olur. Hər bir necə deyərlər, dirhəm bir miskal gümüşə bərabər olur. Bəli, bilirsiniz ki, xanım Fatimə Zəhra sallallahu əleyhanın əziz atası onu mübarək bəy evinə artıq yola salmaq istəyir və Ümmü Əymən Peyğəmbərin yoldaşlarından olur, gəlir Peyğəmbərin yanına, deyir, ya Resulallah, Xədicə xanım yoldaşınız sağ olsaydı, bu günləri görərdi və qızı Fatimənin şad günlərini görərdi, sevinərdi. Həzrət Peyğəmbər doluqsunlaşır, ağlayır, gözlərindən yaş axır, deyirlər, ya Resulallah, niyə ağlayırsan? Deyir, o mənim ən çətin günlərimdə, hamı məni təksib etdikdə, xanım Xədicə mənə hə dedi, məni qəbul etdi. Yadıma düşəndə ağlayıram. Bəli, Ümmü Əymən artıq deyir ki, qızınızı yola salmaq vaxtıdır, bəs qızınızı yola salmaq. Belə xanım Fatimə Zəhra üçün Peyğəmbər göstəriş verir, onun üçün bir otaq ayrılırlar. Həzrət Peyğəmbər qızını ata evindən bəy evinə yola salır və Salman Farsiyə tapşırır, dəvənin yüyənindən tutur. Salman Farsi onu gətirir Həzrət Əlinin evinə və orada Peyğəmbər yenə gəlir. Onlar öz xəcalətlərindən başlarını aşağı salırlar. Həzrət Əli, xanım Zəhra öz utancaqlıqlarından, xəcalətlərindən başlarını aşağı salırlar. Peyğəmbər onları gəlir, deyir, xanım Zəhraya üz tutur, deyir, sənin üçün ən gözəl ər, ən gözəl həyat yoldaşı Həzrət Əli. Həzrət Əli özünü tutur, deyir, sənin üçün ən gözəl həyat yoldaşı bil ki, qızım Fatimədir və onlara xeyir dua verir və onların öz toylarının mübarək olmasını onlara bəyan edir. Bəli, baxın, görün, nə qədər əzəmətli bir gündür. Həzrət Zəhra
Hansı ki, belə bir xanımdır ki, onun tərifini peyğəmbər eləyib. Həzrəti Zəhranın tərifini Quran eləyib. Quran-Kərimdə biz baxsaq Əhl-i-Beyt şəhnində nə qədər ayələr var, onlar üçün vaxt təbii ki, burada yoxdur. Biz qısa olaraq Zilhiccə ayının birinci gününün əməllərini, yəni izdivac mövzusuna toxunuruq. Amma Həzrət Peyğəmbər xanım Zəhranı yola salanda biz Mehriyədən danışdıq. Ona bir hadisəni mən sizin üçün nəql edeyim. Bir gəlinlik verir. Qəşəng bir gəlinlik verir. O gəlinliyi Həzrət Zəhra götürür, özündə saxlayır. Həzrət xanım Zəhranın 2 dənə paltarı olur. Bir köhnə cırıq yamaq paltarı, bir də gəlinliyi. Qapıya bir ehtiyaclı gəlir. Ehtiyaclı olan da xanım idi. Qapını döyür. Qapını döydükdə xanım Zəhra açır, deyir, mənim paltara ehtiyacım var. Fatimə Zəhra öz gəlinliyini götürür, verir həmən o ehtiyaclı xanıma. Hansı ki, Quran-Kərimin ayəsini xanım Zəhra salır yadına. Quran buyurur ki, Ali İmran surəsinin 92-ci ayəsi altında buyurur ki, "Lən tənalul birra hatta tunfiqu mimma tuhibbun." Buyurur, öz sevdiyiniz şeylərdən keçməyənə qədər yaxşılığa çata bilməzsiniz. Hansı ki, o şeyi sevirsən, ondan Allah yolunda keçməyənə qədər mərifətə çata bilməzsən, mərifətə ucala bilməzsən, yaxşılıqlara çata bilməzsən. Xanım Zəhra ən sevdiyi o şey ki var, gəlinlik, ondan keçdi Allah yolunda və onu verdi ehtiyaclıya. Cırıq yamaq gəlinliklə Həzrəti Əlinin evinə köçdü. Hansı ki, onun dəvəninin yüyəsini Salman Farsi ki, o tarixdə fəzilətli olan insan dəvərinin yüyənini dartdı apardı Həzrəti Əlinin evinə. Bax, nə qədər əzəmətli bir xanımdır, nə qədər mübarək bir xanımdır. Bax, Əhl-i-Beytin bütün nümayəndələri belə olub. Və biz danışanda biz qeyd edirik ki, bəli, Mehriyə çox mühüm bir məsələ. Mehriyə və yaxud da sidaq deyirlər buna. Bir tərəfdən də Mehriyə bir tərəfdən də kişi tərəfdən qadına ona olan sevgisini və sədaqətini göstərmək üçün verilən bir hədiyyədir. Onun tarixçəsi Həzrəti Adəm və Həvvaya qayıdır. Həzrəti Adəm əleyhissalam Həvva xanıma Mehriyə verməli idi və Mehriyəsi Adəm əleyhissalamın Həvva xanıma ona dini hökmlərin təlim edilməsi oldu. Yəni Həzrəti Adəm Mehriyə olaraq Həvvaya dini hökmləri öyrətdi. Həzrət xanım Fatimə də digər xanımlardan geri qalmadı. Həzrəti Əli İslam onun üçün Mehriyə gətirib verir. Təbii ki, bu danışdıqlarımız dünyəvi bir Mehriyələrə aiddir. Bir də var qiyamət günündə olacaq Mehriyə. Bir var Allah Taala'nın təyin etdiyi Mehriyə. Bilirsiniz ki, xanım Fatimə Zəhra Seyyidət Nisa'il aləmindir. Yəni dünya xanımlarının seyyidəsidir. İbn Abbas nəql edir, deyir, xanım Zəhra dünya xanımlarının və axirət cənnət xanımlarının seyyidəsidir. Təkcə öz dövrünün xanımlarının üstünü deyil. Xanım Zəhra həm bu dövrün, həm keçmişin, həm gələcək xanımların üstünüdür və seyyidəsidir. Necə ki, Həzrət Peyğəmbər buyurur ki, qızım Zəhra Seyyidət Nisa'il aləmin, yəni bütün xanımların seyyidəsidir. Bu nöqteyi nəzərdən, əziz dostlar, bir mehriyəmiz də var. Bu mehriyə də budur ki, Allah Taala bu mehriyəni təyin edir. Allahın təyin etdiyi mehriyə nə idi? Bu mehriyə Allah Taala onun alicənablığını, onun fəzilətinə görə onu təyin edib. Rəvayətdə qeyd olunur ki, rəvayətlərdə qeyd olunur ki, dünyanın 1/4-ni, yaxud da 5/1-ni, ya behiştin 3/1-ni onun mehriyəsi qərar verilir. İmam Baqir Rəzlan buyurur ki, Allah Taala yer üzündə 4 dənə çayı Həzrət Fatimənin mehriyəsi qərar verib. Bunlar hansılardır? Bunlar Fərat, Nil, Nəhrivan, Bəlx çaylarıdır ki, Həzrəti xanım Zəhranın mehriyəsi qərar verilib. Bəli, başqa bir rəvayətdə isə Əbu Bəsir İmam Sadiqdən nəql edir ki, Həzrət Fatimənin mehriyəsi behiş və cəhənnəmdir. O Həzrət öz dostlarını behişdə, düşmənlərini isə cəhənnəmə nədir? Aparacaqdır. Ona görə də Allah Taala Həzrət Allah Taala bu məsələ haqqında danışanda Quran-Kərimdə bir ayəyə biz nəzər salsaq görərək ki, Allah Taala Quranda buyurur ki, "La yəşfəun illə limen irtaza və hum min xəşyətihi müşfiqun." Buyurur, onlar yalnız Allahın razı olduğu, izin verdiyi kəslərdən ötürü şəfaət edə bilər və onun heybətindən qorxarlar. Ənbiya surəsi 28-ci ayə. Yəni Allahın izin verdiyi şəxslər şəfaət edəcəklər o şəxslərə ki, Allah onlardan razıdır. Yəni Allahın razı olduğu şəxslərə həmən insanlar şəfaət edə biləcəklər. Nəinki bütün insanlara. Tamam. Buna əsasən şəfaət edənlər təkcə öz şəxsləri
təkcə o şəxsləri şəfaət edə bilərlər ki, şəfaət etmələri Allahın razılığına səbəb olsun. Bəli, onlar bütün ömürlərini Allaha xatir yaşadılar. Bütün ömürlərini. Baxın, Quran-Kərimdə İnsan surəsində baxsaq biz görərək ki, Allah Quranda nə qədər buyurur ki, "İnnəmə yut'imut ta'ama hubbihi miskinə və yetimə və əsira." Onlar öz yeməklərini yoxsula, yetimə, əsirə, miskinə verərlər. Ac olduqları halda, ehtiyaclı olduqları halda özləri yeməzlər. Öz yeməklərini yoxsula və əsirə verərlər. Niyə? Çünki insan öz sevdiyindən keçməyənə qədər nədir? Böyük məqamlara ucala bilməz. 10 il Həzrət Əli ilə xanım Zəhra evli oldular. Onlardan 4 dənə övladları oldu. İmam Həsən, İmam Hüseyn, xanım Zeynəb və Möhsün ki, xanım Zəhranın qarnında, üzr istəyirəm izləyicilərdən, sikt oldu. Həzrət Əli əleyhissalamla 10 il müddətində Həzrət Əli əleyhissalam təbii ki, dinimizdə, şəriətimizdə bir neçə xanımla ailə həyatı qurmağa izin verilsə də belə, Həzrət Əleyhisselam heç bir xanımla ailə həyatı qurmadı 10 il müddətində. Təbii ki, indi Həzrət Zəhra şəhid olduqdan sonra ailə həyatı qurdu, evləndi. Bəli, əziz dostlar, baxın görün nə qədər xanım Zəhranın əzəməti var. Çox danışmaq olar, bəlkə saatlarla danışmaq olar. Biz mövzumuzun xülasəsi olaraq bu qədər kifayətlənirik və bununla kifayətlənirik. İnşallah Allah Taala bu günləri hər birimiz üçün mübarək qərar versin və bizləri və sizləri Quran və Əhl-i-Beyt yolundan ayrı salmasın. Təhiyyətən ləkum və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.